BMW, Mercedes, Audi fanları, gəlin dava edək. Çarpışmada ən güclü kimdir? E-Class, 5-ci seriya, yoxsa A6? Kommentə tək söz yaz. E5, A6. İndi fanatlıq yox, fakt danışır. Qeyd. Ön zərbə 50 km bölünsün saata. Yan zərbə 60 km bölünsün saata. Dirək 32 km bölünsün saat. E-Class W214 5 ulduz aldı. Yetkin sərnişin qorunması 92%, uşaq sərnişin 90%, piyada, velosipedçi qorunması 84%, təhlükəsizlik köməkçiləri 87%. Qısası, kabin möhkəmliyi və sürücü dəstək sistemləri çox güclüdür. Beşinci seriya G60 da 5 ulduz aldı. Yetkin 89%, uşaq 85%, piyada, velosipedçi 86%, təhlükəsizlik köməkçiləri 78%. A6 üçün nəticələr: yetkin 87%, uşaq 88%, piyada, velosipedçi 78%, təhlükəsizlik köməkçiləri 77%.